Xoş gördük əziz dinləyicilər. Bir neçə gündür ki, Azərbaycan cəmiyyətində onsuz da var olan fikir xaosunun daha da dərininə düşmüşük. Nədir bu fikir xaosu? Əvvəla Ramiz Mehdiyev tutulduqdan sonradan bu yazarlarla, şairlərlə müxalifət arasında böyük bir çəkişmə oldu. Bilirsiniz ki, bu günləri ictimai rəyi oyadan televiziyalar deyil. Artıq televiziyalar köhnəlib. Bizim televiziyalarda o qədər yalan danışıb ki, heç kəsin ictimai fikrini televiziyalar formalaşdırmır. Bugün ictimai fikri sosial şəbəkələr formalaşdırır. Bütün platformaları bura almaq olar. Və bu günləri bu platformalarda ən çox müzakirə olunan məsələ nədir? Müxalifətlə yazar, yəni bilirsiniz, hamımızın tanıdığı Kəramət Böyüçülün bir-birinə girmə davasıdır. Əlbəttə, hər biri bir-birinin üstünə tənqid edir, bəzən təhqirə keçirlər və aləm dəyəri bir-birinə. Əvvəla ilk növbədə mən də bir aktivist olaraq, bir cəmiyyət, ictimaiyyətçi olaraq onu deyə bilərəm ki, əvvəla müxalifət deyilən bir varlıq ki var, mən düşünməliyəm ki, belə şeylərə çox da fikir verməməlidir. Cəmiyyətdə bu formada şairlərin, yazarların ona qarşı hər hansı bir tənqidinə bu formada kütləvi surətdə cavab verməməlidir. Bunu yanlış hesab edirəm. Bu enerjini ora tökməyin yeri yoxdur və bu enerji çalışılmalıdır. Azərbaycan xalqının xeyri üçün istifadə edilməlidir və öz işinizdə müxalifət, öz siyasi inkişafı üzərində işləməlidir. Bu bir. İkinci bir məsələ mənim nəzərimdə müxalifət kimdir? Müxalifət Azərbaycan xalqıdır. Əgər o zəifdirsə də Azərbaycan xalqıdır, güclüdürsə də Azərbaycan xalqıdır. O 7 oğul istərəmdə çox gözəl bir personaj var, bilirsiniz ki, orada soruşurlar Qasımdan ki, oğul, bu proletarları sözü nədir? Qasım deyir ki, proletarları sənsən dayı. Deyir, sən hara, mən hara, proletar hara. Yəni, bizim insanımız bəzən müxalifəti elə anlayır ki, müxalifət sanki xüsusi təyinatlı ordudur və yaxud da polis dəstələridir və yaxud da daxili qoşunlar. Xeyr, müxalifət bu millətin içində olan Məhəmmədlərdir, Elxanlardır, İskəndərlərdir, İsrafillərdir. Ona görə bu günləri yazıcı da özünə ziyalı deyən, özünə yazıcı deyən bir insan bugün zəif olan, bugün əzilmiş müxalifətin üzərinə nəsə bir söz deməklə özünü qəhrəman hesab eləməməlidir. Bu ən böyük problemlərdən biridir. Sanki elə fikirləşirlər ki, hansısa məzlumu söyməklə, hansısa məzlumun üstünə getməklə ona qiymət verəcəklər. Bu trolluq və siyasi, üzr istəyirəm, fahişəlikdir. Buna getmək olmaz. Bir ziyalı, bir yazar, bir deməli, publisist çalışmalıdır xalqın dərdini desin. Onun fikri, onun dərdi müxalifət üzərinə və hər hansı bir qrup üzərinə getmək olmamalıdır. Başa düşürsünüzmü? Yəni, bu nə deməkdir? Bu günləri bəzən yazıçılar da bunu deyirlər ki, elə Kəramət özü də ki, bəs mən azad insanam, bizim cəmiyyətdə belə bir fikir formalaşdırılır. Mən azad insanam, hər kəsi tənqid edə bilirəm. Xeyr, sən hər kəsi tənqid eləyənməsən, sən Azərbaycan xalqını tənqid eləyənməsən. Çünki müxalifət əzilsə də, xoşun gəlsə də, gəlməsə də Azərbaycan xalqıdır. Sən kimə üstünə xod edirsən, sən kimi təhqir edirsən, sən Azərbaycan xalqını təhqir edirsən. O zaten əzilib, zaten məzlumdur, zaten onların da psixoloji problemləri də var. Çünki illərdir əzab, əziyyət, işsizlik və s. altında əzilən insanlardır. Və siz müxalifəti xüsusi təyinatlı qüvvə kimi hesab etməməsi, o da insanlardan, bu xalqın nümayəndələrinə asılıdır. Əgər bir yazıcı, bir yazar fikirlərini və düşünürsə ki, mən hər tərəfi tənqid edə bilərəm, o səhvdir. Əgər sənin fikrin varsa, sən yalnız və yalnız Azərbaycanı idarə edənləri tənqid edə bilərsən. Niyə görə? Çünki sənə uşaq pulu verməyən onlardır. Çünki sənə iqtisadi cəhətdən problem yaranırsa, onun məsuliyyəti hökumətin üzərindədir. Əgər hər gün cərimələr artırsa, əgər bunu müxalifət edir, xeyr, əlbəttə ki, bunu idarəçilər edir. Ona görə də bu fikir xaosunun içində bizi aldadan məsələ ondan ibarət ki, biz haqla batili ayırt edə bilmirik. Bu da bizim cəhalətimizdən də, savadsızlığımızdandır. Bəzən kimdən xoşu gəlmədi, onun arxasında düşür və digərini tənqid edir. Kimdən xoşu gəlmirsə, onun əksinə yazanların yanına keçir və bir xaos yaranır. Və bu buna deyir ki, çox sağ ol, əla danışdın, bu ona deyir ki, çox sağ ol, əla danışdın. Xeyr, mənim əzizlərim, bu günləri həqiqəti deyən, haqqı deyən insan, bugün həqiqəti və haqqı deyən insan ziyalıdır. Həqiqəti və haqqı deyən publisistdir. Bəlkə Mirzə Fətəli Axundov xalqı söyürdü, Mirzə Cəlil xalqı söyürdü.
Xeyr, ona görə də mən bildirmək istəyirəm ki, bu düşüncədən əl çəkmək lazımdır. Əgər sizin iradəniz varsa, əgər sizin şəxsiyyətiniz varsa, əgər sözü ziyalı hesab edirsə, yazar hesab edirsinizsə, insanları aldatmayın ki, mən çox azad fikirliyəm, hər kəsə tənqid. Xeyr, sən hər kəsə tənqid edilməlisən. Sən yazarsansa, ziyalısansa xalqın dilindən danışa bilməlisən və xalqı idarə edənlərə sən öz iradəni bildirə bilərsən. Sən düşüb burada xalqın necə deyirlər, tərənnüm olunduğu, xalqın söz dediyi və yaxud da xalqın bir qrupunun olduğu bir necə deyirlər, partiyanı söyə bilməzsən, təhqir edilməzsən. Siz görürsünüz, mən heç vaxt öz fikirlərimdə, təfəkkürümdə heç vaxt müxalifətlə işim olmaz, heç vaxt. Çünki mən bilirəm ki, bu ölkədə vəziyyət necədir və hansı formadadır və bu gün müxalifəti söymək qəhrəmanlıq deyil. Bu günlər müxalifəti təhqir etmək qəhrəmanlıq deyil. Bu günlərə haqqı demək qəhrəmanlıqdır və inşallah insanların parçalanmaması üçün mənim də sözlərim bir örnək olar, bir nümunə olar və bilin ki, o ziyalı, o vaxt ziyalıdır ki, sözü haqqı deyir. Onun işi, gücü hansısa bir partiyanı onu bunu söyməklədir. Çünki bizim üçün bu günləri yaşanılan Azərbaycanda olan vəziyyəti müəyyənləşdirən müxalifət deyil. Əlbəttə ki, bizi idarə edənlər. Təşəkkür edirəm diqqətinizə görə.